və nə açıqlama verəcək. Amma ərazinin komendatı olduğu deyilən Elman Məmmədovu yerində tapa bilmədik. Məcbur qalıb elə kabinetinin qapısındaca onunla əlaqə saxladıq. Salam Elman müəllim. Salam əleykum. APA televiziyasından jurnalist Aytən Sakit qızı da sizi narahat eləyir. Eşidirəm. Hal-hazırda biz sizin idarədəyik, JEK-dəyik, bu Abşeron Gənclər Şəhərciyində. Sizdən müsahibə almaq istəyirdik. Burada sakinlər narazılığı var bir-iki mövzu ilə bağlı. Biri elə burada qanunsuz tikililərlə bağlı binanın birinci mərtəbəsində, sizin binanın yanındakı binanın birinci mərtəbəsində hal-hazırda sahibkarlardan biri, belə deyək də, binanın birinci mərtəbəsinin divarların... İcra hakimiyyətinə demişəm, onu gəlib sökməlidirlər. Amma hələ söküntü olmayıb axı. Bilirəm, görsə tikinti də yoxdur, saxlatdırmışıq. Amma biz orada olanda fəhlə var idi orada, işləyirdi. Mən indi yas yerinə gəlmişəm, bir-iki saatdan sonra gəlib maraqlanaram. Problem yoxdur, onu dayandırmışam, qoymuram tikməyə. Onu da görək bu gün sökdürərəm, icra hakimiyyətinə demişəm, polis şöbəsinə demişəm. Bax, yenə vəd verildi. Özü də ənənəvi şəkildə. Qaldı həllini gözləmək. Gözləyək görək nə olacaq. Aytən Sakit qızı, Ziya Allahyarov, APA TV.